Mən istəyirəm İlqar qardaşım da təbrik eləsin. İlqar qardaşım vətən müharibəsinin qazilərindəndir. Vətənimizi uğrunda canından, qanından keçmiş qardaşlarımız var ki, Allah qazilərimizə, yaralı qazilərimizə şifalar versin. İlqar qardaşımız bizim üçün çox dəyərlidir. Allah onu qorusun. İstəyirəm inşallah bəyimizə, gəlimizə xeyir dua versin. Hamını salamlayıram. Burada oturan mümin qardaşlarımı çox şad oldum. Hamını bir daha burada gördüm. Nə deyim, Kərbala intiqam qardaşımız, bizim mümin qardaşımız, onun balasının toy məclisinə yığışmışı. Təbrik edirəm bizim balamızı da, bizim bəyimizi də təbrik edirəm. Allah hər ikisinə can sağlığı versin. Mən istəyərdim sözü Peyğəmbərin hədisindən başlayayım. Peyğəmbərimiz buyurub ki, ailə qurmaq, evlənmək dinin, imanın yarısıdır. Bu sözün əlbəttə səbəbləri də var, bir çox səbəbi var. İndi Kərbalanın yanında mənim danışmam biraz düzgün deyil. Hər halda burada bir neçə məsələyə toxunmaq istəyərdim. Əvvəla odur ki, Quranda ayədə buyurur ki, dağılışmayın, yəni pərakəndə olmayın, vəhdətli olun, bir olun, möhkəm olun, qüvvətli olun, qüdrətli olun. Allah müsəlmanlara bunu deyir. Təbii ki, bunun bir neçə mənası var. Həm döyüş mənasındadır, həm yaxşı salih əməllərdədir və o cümlədən də həm də ailə qurmaqdadır. Yəni, iki cavan gəncin birləşməsindən vəhdət əmələ gəlir. Bu bir. Başqa ayədə deyərdim mən, Nur surəsi 26-cı ayədə buyurur ki, pak mömin kişilər, pak mömin qadınlara məxsusdur. Pak mömin qadınlar da pak mömin kişilərə məxsusdur. Və yaxud da Nur surəsi 32-ci ayədə buyurur ki, elə deyək, ey gənclərin sahibləri, yəni bir növ valideynlərə Allah müraciət edir. Öz subay kişilərinizi, oğlanlarınızı subay qadınlarla evləndirin. Görürsünüz ki, Quranda Allah əmr edir. Vacibdir ailə qurmaq. Ona görə Peyğəmbər deyir ki, evlənmək dinin, imanın yarısıdır. Yəni, insan ailə qurduqda, iki cavan birləşdikdə həm nəsil artımı olur, həm də müsəlmanlar çoxalır yer üzündə. Bu da bir növ müsəlmanların çoxluğu vəhdət təşkil edir. Yəni, qüdrətli, qüvvətli olur. Görürsünüz ki, baxanda belə çox burada sətir altı məsələlər var və mən vaxtınızı almaq istəmirəm. Mübarək deyirəm, təbrik deyirəm. Kərbala intiqam qardaşımız bizim təqvalı mömin qardaşdır. Hamı onun xətrini çox istəyir. Burada hamı təsdiqləyər ki, onun xətrini çox istəyir. Təbii ki, şübhə yoxdur ki, belə kişinin də ailəsi mütləq imanlı, təqvalı olacaq. Balası da o cümlədəndir, bəyimiz də o cümlədəndir. Allah bir daha onlara can sağlığı versin. Allah onları qiyamət günü əhl-i-beytlə məşhur eləsin. Maestro icazə versəydi, mən bir şey demək istəyirdim, öz yazdığım şeydir. Elə əhl-i-beytdən, Peyğəmbərdən söz düşdü, bir dənə də Peyğəmbərə şeir əsr etmişəm. İcazə verirsə Kərbala, mən də onu söyleyeyim. Qüsura baxmayın. Ya Allah. Allah'a dua edirik. Əhl-i-beyt ümmətlərik. Sənin yolunla gedirik. Gözəl, mehriban Muhammed. Sənə olan sevgimizdən, adın düşmür dilimizdən, çıxmayacaq qəlbimizdən, gözəl, mehriban Muhammed. Müsəlman övladlarıyıq, dinə, imana bağlıyıq, səndən ötürü ağlayırıq, gözəl, mehriban Muhammed. Aləmlərin ağasıdır, möminlərin şəfasıdır, Fatimənin atasıdır, gözəl, mehriban Muhammed, gözəl, mehriban Muhammed. Allah mübarək etsin. Əziz qonaqlar, İlqar qardaşımız illər öncə bizdən bir toyda
adı gözəl, özü gözəl Muhammed ilasını oxumuşdu. Xahiş edirəm elə İlqarın gözəl səsindən də eşidək. Yəni onu oxusun inşallah. Rasim, xahiş edirəm bir dənə fa ver bax. Ya Allah. Canım kurban olsun senin yoluna, adı güzel, özü güzel Muhammed. Şefaat eylesen kender kuluna, adı güzel, özü güzel Muhammed. Canım kurban olsun senin yoluna, adı güzel, özü güzel Muhammed. Şefaat eylesen kender kuluna, adı güzel, özü güzel Muhammed. Adı güzel, özü güzel Muhammed. İnsan eyler ki cahanı sensin, sen hak peygambersen, şeksiz şüphesiz. Sana inanmayan yola imansın. Adı güzel, özü güzel Muhammed. Ya Muhammed, ya Muhammed. Canım kurban olsun senin yoluna, adı güzel, özü güzel Muhammed. Şefaat eylesen kender kuluna, adı güzel, özü güzel Muhammed. Canım kurban olsun senin yoluna, adı güzel, özü güzel Muhammed. Şefaat eylesen kender kuluna, adı güzel, özü güzel Muhammed. Adı güzel, özü güzel Muhammed. Adı güzel, özü güzel Muhammed. Ey Kerbela qəhrəman, ey Kerbela qəhrəman, ey Heydərin cismi can, ey Heydərin cismi can. Maşallah. Bu kişiden başka səsi çıxan yoxdur ya. Maşallah. Onu gətir bir bəyin qucağına, xahiş edirəm. Allah bu paydan bəyimizə də versin. Alqışlar inşallah bu balaca balamızı. Dertlere derman Ali'dir Tabibi Loğman Ali'dir Aşık-ı Sübhan Ali'dir Maşallah. Natik-i Kur'an Ali'dir Mevla 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 Ali 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 Mevla, Ali Mevla. Sessiz gelmir ha. Bəh, bəh, bəh. Maşallah. Sözüm şuarım, yazım baharım, gülüzlü yarım, benim nigarım. Mevla, 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 Ali, Ali, Mevla, Ali, Ali, Mevla. Dilinize kurban. Maşallah.
olsun. Allah'ın aslanı, həqiqət dastanı, Fatimənin canı, Əli, Əli, Əli. Allah'ın aslanı, hakikat dastanı, Fatime'nin canı, Ali Ali Ali. Ali, 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 Ali. Əziz qardaşlar, gözəl aydın olsun. Müsal qardaşlar, xoşbəxt olsun. Bu balaca Hüseyin baladan gəlini sizə də qismət olsun inşallah. Axşamınız xeyir olsun. İntiqam qardaşımı təbrik edirəm. Göz aydın olsun. Kərbəlayı Vüsal qardaşın göz aydın olsun. Allah Hacı Rövşəndən də razı olsun. Gözəl məclis aparırlar. Hər birinizi salamlayıram. Allah bu məclisdən hər bir evdə nəsib eləsin inşallah. Öpürəm, hər birinizi bağrıma basıram. Allah bir daha çox-çox xeyir versin. Allah mübarək eləsin. Bir daha Allah'tan xoşbəxtçilik arzu edir. Allah xoşbəxt eləsin, Allah mübarək eləsin, Allah ömürlərinə bərəkət versin. Gözünüz aydın olsun Kərbəlayı İntiqam. Mən bayaq sözümü demişəm də, təbrik eləmişəm şeirlə bir daha təbrik edirəm. Allah qiyamət günü əhl-i beytlə məşhur eləsin inşallah. Allah razı olsun. Qardaşlar, Allah mübarək eləsin. Bir də bütün təbriklərə qoşuluruq. Allah'tan bu cavan ailəyə can sağlığı, xeyirli aqibət və cənnət arzu edir inşallah. Allah xoşbəxt eləsin. Bütün arzuları qardaşlar hamısı dedi. Mən arzu eləyərəm ki, Allah bəndəsini necə görmək istəyirsə, ailədə necə görmək istəyirsə, Allah ən sevdiyi bəndələrin ailəmi o cürünə görsün inşallah. Allah qəbul eləsin, Allah xoşbəxt eləsin. Bir daha gözümüz aydın olsun. Axşamınız xeyir olsun. Kərbəlayı İntiqam qardaş, təbrik edirəm. Gözünüz aydın olsun. Oğullu qızlı olsunlar inşallah. Xoşbəxt olsunlar. Allah istədiyi kimi həyat sürsünlər inşallah. Təbrik edirəm.